İlin demək olar ki, sonudur, ayın 30'udur və ilin sonunda adətən hesabat verirlər. Bu da mənim bir hesabatım olsun. Deməli, ötən il demək olar ki, yazılıq nöqteyi nəzərdən mənim üçün çox uğurlu olmuşdur. Çoxlu sayda elmi publisistik məqalələrim dərc olunub mətbuatda. Abay Dağlının həyatı və yaradıcılığı ilə bağlı monoqrafiyam nəşr olunub. Nağı Şeyxzamanlının həyatı və yaradıcılığı monoqrafiyam bitib, nəşr ərəfəsindədir. Mühacir ədiblərin imzaları adlı monoqrafiyam üzərində iş yekunlaşmaq üzrədir. Bu mənim 2025-ci ildə yaradıcılıqla bağlı gördüyüm işlərdir, həyata keçirdiyim işlərdir. Bir də planlarım var, sağlıq olsun, salamatçılıq olsun. 2026-cı ildə bu istiqamətdə, yəni mühacir ədəbiyyatının və mətbuatının araşdırılması istiqamətində fəaliyyətimi davam etdirmək istəyirəm. Mühacirət ədəbiyyatı, mühacirət mətbuatı çox zəngindir. Biz neçə illərdir, 30 ilə yaxındır bu işlə məşğuluq. Mən bilirəm ki, elə hesab edirəm ki, hələ biz heç 10%-nə çatmamışıq bunun. Amma çox zəngindir və çox vacibdir ki, bu sahə araşdırılsın. Biz Azərbaycan ədəbiyyatı deyəndə, ya da mətbuatı deyəndə, Azərbaycan Respublikasının mətbuatının ədəbiyyatını nəzərdə tutmuruq ki, Azərbaycan ədəbiyyatı, mətbuatı deyəndə, bu Azərbaycanın sərhədlərindən kənarda yaradılan, İraqda yaradılan, Sibirdə yaradılan, bizim mətbuatımızın, ədəbiyyatımızın tarixini Həsənoğlu'na götürmüşük, Sovet təfəkkürlə əlaqəli olub. Amma indi biz özümüzü türk soyundan hesab edirsək, gələk biz kitabələrə gedək, onları da araşdıraq. Bu mənada görüləsi işlər çoxdur. Tək mənim yox, ümumiyyətlə elm adamlarının görüləsi işləri çoxdur. Bundan paralel təəssüf edirəm ki, bizdə oxuyanlar sayı kütləvi şəkildə azalıb, mütaliə azalıb. Bu çox təəssüf doğuran bir işdir. Bu müxtəlif səbəblərlə izah edirlər. Bütün səbəbləri mən qəbul eləmirəm. Aynen mən sosial şəbəkələr, aynen mən informasiya bolluğu, Avropaya, Amerikaya açılmaq falan oxumaq lazımdır. Oxumaq, yenə oxumaq və bizim müqəddəs kitabımızdan tutmuş bütün dahilərimiz Atsaz, Nizamidən özü bir tərəfə hamısı oxumağa çağırıb milləti. Bugün də həmin mövzu, həmin problem aktualdır. Oxumaq. Biz indi yeni ilin astanasındayıq. Bu məqamlarda mən inanıram ki, bütün insanlar çox həyəcanlı bir vəziyyətdədir. İstər-istəməz geriyə boylanırıq. Necə yaşadıq, nələr qazandıq, nələr itirdik. Mən şəxsən özüm belə düşünürəm ki, 25-ci il bizim üçün əlamətdar gün oldu. Həm dövlətçiliyimiz üçün, həm xalqımız üçün uğurlu hadisələr çox oldu. Yaradıcı insanlar adətən belə məqamlarda öz gələcək planlarından da danışırlar. Mənim 26-cı il üçün nəzərimdə tutduğum planlar var. Bu hal-hazırda 2 kitab üzərində işləyirəm və çalışacağam ki, 26-cı ildə, yəni üzümüzə gələn ildə mən bu kitabları başa çatdırım. Yaradıcılıq belədir ki, bitib tükənmir. Allahdan hər bir kəsə can sağlığı arzulayıram, uğurlu il olsun bizim üçün və elə özüm üçün də deyirəm, mənim üçün də uğurlu olsun ki, nəzərimdə tutduğum ədəbi məhsullarımı üzə çıxara bilim. 2025-ci il başa çatır. Mən də bir Azərbaycan vətəndaşı kimi, Azərbaycan ziyalısı kimi bu ildən gözləntilərim çox oldu. Bəzi şeylərə çatdıq, şükür Allaha. Tanrımıza şükranlıq edirəm. Müəyyən məqalələrimizi yazdıq, tələbələrimizə dərs dedik. Mən yeni ildə, 2026-cı ildə bu mükəmməl zəfərdən sonra, bu möhtəşəm zəfərdən sonra daha o zəfərlərin ardı gəlməsini istəyirəm və sevinçli günlər arzu edirəm. Süfrəmizdə bərəkət arzu edirəm. Əmin-amanlıq olsun. Ölkəmizdə huzur, sağlıq və gözəllik hökm sürsün. Bütün millətimizi 2026-cı ilin gəlişi münasibətilə ürəkdən təbrik edirəm. Var olun, xoşbəxt olun.
Xoş gördük. Sual belədir ki, 2025-ci il necə keçdi və 2026-da nələr ola bilər, nələr gözləyirik 2026-dan? Yəni bu il mənim üçün çox uğurlu oldu. Belə deyə bilərik. Bir neçə konfranslarda iştirak elədim. Elm adamı kimi bu mənim üçün önəmlidir. Xarici ölkələrdə, İsveçdə, Sankt-Peterburqda. Sonra bir kitabım çıxdı. Bu il mənim özümü usta bildiyim Cavad Heyətin 100 illiyidir. Bununla bağlı deməli sərgi kitab sərgisi var idi. Belə bir möhtəşəm. Orada mən 3 panel belə apardım moderator kimi. Biri də elə Cavad Heyətin 100 illiyi ilə bağlı idi. Sonra mən özümə borc bildim ki, onunla bağlı bir monoqrafiya yazım. Bu da çap olundu. Bu da uğur demək olar buna. Və belə xoş anlar da az olmadı. 2026-nı istəyirəm ki, belə hamı üçün yadda qalan bir il olsun. Hamının necə deyərlər, istədikləri həyata keçsin. Xalqımız üçün, dövlətimiz üçün belə uğurlu illərdən olsun. Əminəm Allahı olsun. At ilidir bu il. At deyirlər ki, muraddır. Arzu eləyirəm ki, çoxları öz arzusuna, muradına çatsın. Və hətta yarımçıq qalan işlər vardısa keçən il, bu il onlar tamamlansın. Yəni deyək, gülək, mehriban olaq. Bizim xalqımız çox çalışqan, sülhsevər xalqdır. İstədiklərini əldə eləsin, nail olsun və ölkəmiz bütün dünyada tanınsın. Buna bizim haqqımız var. Bizim çox belə deyək, intellektual səviyyəli ziyalılarımız var. Onlar çox sahədə uğurlar qazanırlar və bu ölkədən də qıraqda özünü göstərsin. Və kim ki zəhmət çəkir, o bəhrəsini görsün. Sonra bolluq olsun, ruzi bərəkət olsun. Bizim çox gözəl ölkəmiz var. Həm iqlim baxımından, coğrafi baxımından, potensial baxımından. Yəni bunlar necə deyərlər, istifadə eləyə bilək. Bunların hamısından, bu potensiallardan. Yenə də belə uğurlu illərdən, yadda qalan illərdən olsun. Bizim üçün xeyirli olsun. Sağ olun.